Hamıya salam. Uzun bir aradan sonra nəhayət ki sizlərlə görüşə bildik. Mən ümumiyyətlə əti çox sevirəm. Amma sırf bu kartoşka ilə əti vəbşi çox sevirəm. Bunun da üstünə biraz cöyərti səpirsən. Cöyərtidə şüyüd yoxdur. Onu doğru batmışdım mağazıya. Ondan səpmişəm üstünə. İncin adı gündən sonra dəhşət yorulmuşdum. 2 gün, 3 gün çox naprijendə qalmışdım. Ora qaç, bura qaç, onu al, bunu al. Çox şükür yola verdim, bitdi. Hə, qaldı ki mikrofon söhbətinə. Mən səhifəni tələsiz açanda o vaxtda izləyəcəm yazmışlar ki, mikrofon da al. Yəni bu mənim öz istəyim deyil ki. Mukbang sevən izləyicilərim deyirlər, mən ona görə almışdım. Keçən illər dekabrda. Normalda evdə olanda əlbəttə ki mikrofon taxmıram mən. Yemək yeyəndə hamı kimi oturup kuxada tez bazar yeyirəm. Amma belə mukbang çəkəndə taxıram. Məncə səs çox qəşəng gedir. Bəzi insanlar var ki, asma videolarını sevirlər də. Bu da xırtılıyır deyir, xoşlar gəlir. Əgər sizin xoşunuz gəlmirsə, baxmayın. Yəni mənim mukbang videolarıma baxmayın, başqa videolarıma baxın. Güləş burada ətlə imtihan olunur. Mən ümumiyyətlə əti çox sevirəm. Amma sırf bu kartoşka ilə əti vəbşi çox sevirəm. Bunun da üstünə biraz cöyərti səpirsən. Cöyərtidə şüyüd yoxdur. Onu doğru batmışdım mağazıya. Ondan səpmişəm üstünə. İncin adı gündən sonra dəhşət yorulmuşdum. 2 gün, 3 gün çox naprijendə qalmışdım. Ora qaç, bura qaç, onu al, bunu al. Çox şükür yola verdim, bitdi. Hə, qaldı ki mikrofon söhbətinə. Mən səhifəni tələsiz açanda o vaxtda izləyəcəm yazmışlar ki, mikrofon da al. Yəni bu mənim öz istəyim deyil ki. Mukbang sevən izləyicilərim deyirlər, mən ona görə almışdım. Keçən illər dekabrda.
Normalda evdə olanda əlbəttə ki, mikrofon taxmıram. Mən yemək yeyəndə hamı kimi oturup kuxanda tez bazar yeyirəm. Amma belə mukbang çəkəndə taxım. Məncə səs çox qəşəng gedir. Bəzi insanlar var ki, asma videolarını sevirlər də. Bu da xırtılır deyə xoşlar gəlir. Əgər sizin xoşunuz gəlmirsə, baxmayın. Yəni mənim mukbang videolarıma baxmayın, başqa videolarıma baxın. Firoş burada ətlə imtihan olunur.